Mən aktiv müalicəni yekunlaşdıqdan sonra çox aktiv sınaqlara rast gəlmirəm. Hansı ki, mən burun əməliyyatından sonra yağlama prosesində üzləşmişdim. Artıq o qədər yağlanmır və o parlaq görüntünü əldə edib. Hal-hazırda mikroneedlikdən sonra ləkələrimdə gözlə görünür bir şəkildə soyulma hiss elədim. Hal-hazırda isə daha çox izlər üçün olan fraksional lazerə gəlmişəm. Seansdan uğurlu nəticə əldə edəcəyik. Bu gün Fərdə xanımın qəbulunda oldum. Dərhal seansa yazılmaq qərarına gəldim. Düşünürəm ki, uğurlu nəticə əldə edəcəyik. Davamlı salisilik spirtlə üzümü silirdim. Aknelər qabıq verirdi. Dərimin pH-ını pozurdu. Bunları etməməyini məsləhət görərəm.